necə eləyim bütün arzularım gerçək olsun və ümumiyyətlə mən arzularıma dair çox texnika eləmişəm, heç biri bir işə yaramayıb. Bugün burada hansısa informasiyanı səhv çıxartmağa yığışmamışıq ya da sənin düz eləmədiyini göstərməyə də yığışmamışıq. Bura bir söhbətdir. İndi biz burada səninlə bir yerdə ümumiyyətlə arzularımızı necə istədiyimiz formada və daha yaxşı formada reallaşdıra bilərik, ona baxacağıq. Kiçik bir bilgi. Mən arzularını reallaşdıran qız olaraq sizə bir şey deyim. Sizin arzularınızı sizdən və yaradandan başqası ya reallaşdıra bilməz. Net. O demək deyil ki, işte sən arzun maşın almaqdır, sənin yoldaşın sənin maşın ala bilməz, belə demirəm. Deyirəm ki, əgər sənin arzun maşın almaqdırsa və səndə buna dair limitlər varsa, sənin yoldaşın dünyanın multimilioneri də olsa, sənə maşın almağa gedəndə problemlər yaşayacaq. Burada söhbət sadəcə misaldır. Məsələ burada maşından ya da milyoner ərdən getmir. Sağlığınıza qismət hamısı. Şimdi, gəl biz buradan başlayaq. Ümumiyyətlə, mən harada səhv eləmişəm və ya mən harada düz eləmişəm və ya mən haralarda ilişmişəm kimi suallara cavabla. Şimdi, gəl birinci baxaq. Ümumiyyətlə, biz nəyə görə nəyisə arzuluyuruq. Qəribə səslənə bilər, amma biz ola bilər fikirləşirik ki, sadəcə bir şey istəyirik. Yox, onun altında mütləq ki, bəlirli başqa ehtiyaclar da var. Bütün arzularınıza dair 5 niyə praktikasından istifadə edə bilərsiniz və beləcə kökdəki əsas ehtiyacı tapacaqsınız. Sonra isə baxın, siz o əsas ehtiyacın üzərindən getmək istəyirsiniz, yoxsa yox. Məsələn, iPhone 16 Pro Max istəyirəm. Niyə? Ola bilər ki, cavab gəlir, çəkilişi yaxşıdır və işlərimi yaxşı görəcək. Ola bilər ki, cavab gəlir, çünki Güldəstənin qızında var. Və sən indi bax gör, səndə cavab hansıdır və sən bunu niyə istəyirsən? Bir şeyi niyə istədiyini bilmədən onu çözəməzsin. Yaşamında reallaşdırmağın ona çətinləşəcək. Bir də bəzən belə şeylər çox görürük. Mənim ən çox qəlbimi qıran olaylardan biri məhz şey idi, hansı ki çoxlu qəşəng pulu var, maddi imkanı yaxşıdır, partneri zəngindir və ya atası zəngindir və adam çıxıb deyir ki, işte arzularınızın əngəllənməsində bu blokelər var və bu məni diskomfort eləyirdi əskidən ki, qardaş sən, yəni nə blokajı, sənin pulun var, get al da. Və sonra algıladım ki, əslində məsələ bu deyilmiş. Bəzən pulun olsa da istədiyin şeylər olmur. Bəzənsə elə pulunun olmama səbəbi məhz sənin zehin modelin olur. Çünki baxmaq lazımdır, mən hal-hazırda atıramda nə qədər qazanıram və qazandığıma uyğunmu yaşayıram. Hətta biz dərslərimizdə hesabat eləyəndə, maliyyə hesabatı eləyəndə ki, bəs gedin baxın görün ay ərzində nələr qazanıb, nələr xərcləmisiniz. Bəzən gəlib mənə şey deyirlər, oy da Fidan xanım, mən bu ay 1000 manat var imiş, nə bilim 5000 manat var imiş. Çünki yavaş-yavaş gəlir və gəldikcə xərcləyirlər, heç xəbərlər də olmur, o pullar hara getdi. O demək deyil ki, sizin pulunuz yoxdur. Siz sadəcə maliyyə hesabatlılığınızı bilmirsiniz və fikir vermirsiniz. Hal-hazırda eynəyimi evdə qoyub, dəxilsiz bir eynək taxmışam və günəş gözümü deşir. Bu eynəkdə deyəsən daha çox. Eynək deyəsən günəşi artırmaq üçün. Nəysə, amma qəşəng görünürdün ha. Okey, belə davam eləyək. Şimdi, gəl biz baxaq, görək sənin hansı niyyətlərin var və sən nələr planlayırsan və bunları nələr tıxıyır. Hə? Gəl bir dənə baxaq, görək sən ümumiyyətlə həqiqətən nəsə arzuluyursan, yoxsa yox. Mən indi istəyirəm, biraz arzu tiplərindən danışım. Ümumiyyətlə, biz arzu tiplərini təyin eləyəndə ekstra əmin oluruq ki, biz bu tərəfə getmək istəyirik, yoxsa yox. Çünki bütün arzularımız bizim deyil. Çünki biz bəzən başqalarının arzularını götürürük və qucaqlayırıq ki, bundan sonraki həyatımda mən bu olacağım. Hətta bir şey deyim, içlərində ən yaygını valideynlərin arzularıdır. Hansı ki, onlar uşaqlıqdan sizə deyiblər ki, mənim balam böyüyəndə həkim olacaq. Hansı ki, bu bala çox gözəl bir gimnast olası baladır və o eşidir ki, həkim olacaq və buna inanır və deyir ki, mən bunu istəyirəm. Zənn edir ki, istəyir və sonra gəlib mənə deyir ki, bəs Fidan xanım, mən dərslərimi yaxşı oxuya bilmirəm. Bəs mənim motivasiyam yoxdur. Mənə necə motivasiya verə bilərsiniz də ki, mən həzz alım, o dərsləri oxuya bilim və imtahanı verə bilim.
deyirəm ki, okey, gəl yoxlayaq. Gəl yoxlayaq, görək sən nəyə görə dərslərini oxuya bilmirsən, ağıllı bala. Və sonra baxırıq ki, ümumiyyətlə bunu istəmir. Baxın, bir insan bir şeyi istəməyə bilər. Bu öz aramızda seriyasını çox bəyənirəm. Çünki burada qarışıq-qarışıq hər şeydən danışırıq və birlikdə anlaşırıq. Yəqin ki, anlaşırıq. Və istəyirəm ki, biz bura detallı baxaq. Nə eləyirik burada? Burada nəyimiz səhvdir və ya hansı nəyin peşindən koşarkən bir belə qarışıqlıq yaradırıq. Xatırladım. Bir dəfə bir danışanım dedi ki, bəs Fidan xanım, mən çox istəyirəm, dedi, bu ailəni düzəltməyi. Çox istəyirəm. Evliliyimdə xoşbəxt olmaq, okeymi? Belə abartısal sözlər istifadə edən insanlar muhtemelen bir şeylər bastırır. Çünki hamımız istəyirik ki, evliliyimiz yaxşı keçsin. Amma kimsə bunu ekstradan abardırsa, mənim üçün həyatımın mərkəzi, canım ərim abartıları varsa, muhtemelen burada bir sıxıntı var. Və səssizcə daha sağlıqlıdır. Nəsə xanım bu şəkildə bağırır və mən artıq ilk dəqiqələrdən söhbəti tutmuşdum. Bu arada sessiyalar konfidensialdır. İstənilən halda bütün bilgiləriniz məxfidir, qorunur. Sadəcə indi bir situasiya nümunə gətirirəm və bu həmin adam haqqında heç bir bilgi vermirəm avtomatikində. Sadəcə bəlkə sizə də dəstək ola bilər deyə o tərəfdən bir baxmağınızı istəyirəm. Və mən xanıma bir sual verdim. Dedim ki, bu münasibətin düzəlməyi üçün nə edirsən? Dedi ki, bilirsiniz mən nə qədər coach yanına getmişəm. Bilirsiniz mən nə qədər təlimə qoşulmuşam. Mən isə üzünə baxıram. Dedi ki, yetərli deyil elə. Mən isə dedim ki, yetərlilik nədir ümumiyyətlə? Sənin bir şeyə yetərli olma standartı və mən bilmirəm axı. Və çox maraqlı bir şeylə qarşılaşdıq. Xanım dedi ki, mən öyrəndiklərimi tətbiq eləmirəm. Niyə? Çünki istəmirəm. İstəmirəm. İstəməmək. Bizim belə bir haqqımız var. Bir şeyi istəməmək. Canım istəmədi, eləmirəm, istəmirəm. Bu işlərdə daha fərqlidir, amma münasibətlərdə daha fərqli irəliləyir. Əgər sən bir münasibətdə artıq istəmirsənsə, bunu açıq-açıq partnyoruna bildir və əgər nəsə problem varsa, birlikdə həll edə bilirsinizsə, okey, amma həll edə bilmirsinizsə, bu münasibəti bitirmək artıq lazım ola bilər. Ona görə yox ki, siz ayrılmalısınız, ona görə ki, sən başqasının da zamanını alırsan. İstəmədiyin birini egondan dolayı həyatında tutub saxlayırsan ki, bu mənə xidmət eləyir. Hətta bəzən qadınlarda belə bir şey görürəm, deyir ki, mən boşanmıram uşaqlarım üçün. Deyirəm ki, necə yəni uşaqlarım üçün? Deyir, çünki o uşaqlarım üçün də şey deyil, mənim uşaqlarım ata qayğısı görmədən böyüsün, bu deyil. Ki, bəs uşaqlarımın işte təhsil haqqı, nə bilim nəyi, pul da yəni. Və növbəti sual həmişə belə gəlir. Sən boşanmırsan ona görə ki, bu kişinin pulundan istifadə edirsən, düz başa düşdüm. Sadəcə baxın və görün deyirəm. Heç kəs həyatını qarantiyə almayıb. 5 ildən sonra yaşamda nələr olacağını bilmirəm. Mən bilmirəm hansı situasiyalara düşəcəyəm, mən bilmirəm indiki kimi eynimi yaşayacağım. Fərqində deyiləm, bilmirəm. Fərqində deyiləm, biraz qəribə çıxdı. Bilmirəm də, bunlar naməlumdur. Amma məsələ biraz daha rahat olmaqdır. Rahat-rahat algılaya bilmək ki, okey də. Hər şey yaradandandır. Və mən başa düşürəm ki, əgər burada bir problem varsa və mən bunu həll edə bilmirəmsə, dəstək almalıyam. Əgər olmursa, biraz daha fərqli yöntemlər deneməliyəm. Amma əgər bunu həll etmək istəmirəmsə, başa düşməliyəm ki, mənim ruhum burada qalmaq istəmir. Belə. Arzu tiplərindən danışırdıq, oradan ora keçdik. Bu valideynlər arzuları məsələləri var. Bir də uğursuzluq, cəmiyyət arzuları var. Hansı ki, bax bu münasibətini düzəltməyə çalışır. Çünki cəmaət deyər ki, oyda falan kəsə bax boşandı. Hətta mən bir şeylə qarşılaşmışdım. Çox qəribə hiss etdirmişdi o mənə. Bir dəfə gördüm ki, bir münasibətlər üzrə terapiya, coaching, belə bir şey keçən bir adamın işte videolar çox izlənir filan. Adamın birisi kommentariya yazıb ki, bəs belə yaxşı bilirdinizsə siz niyə boşandınız? Bəlkə də elə yaxşı bildiyi üçün boşanıb. Çünki biz evlənəndə özümüzdən evlənmirik. Münasibətlər 2 nəfərli idi.
Ümumiyyətlə münasibətlərdə öz münasibəti üstündən misal gətirmək məsələlərinə qarşıyam. İşte FEMÖ-də qız-qıza söhbətlərimizdə bəzən bunu mən də eləyirəm. Çünki orası artıq bir kanka qrupudur. Amma münasibətlərdə kendi partnerimizin üzərindən misal çəkməmiz məncə doğru deyil bir uzman olaraq. Çünki atıram, mənim partnerim səbirli bir adamdır mənə qarşı. Bəlkə normalda bir insanın 3-ə dözəcəyini o 30-a dözə bilir və ona görə mənim 20 elədiyim ona normal ola bilir. Dözə bilmək də biraz qəribə səslənir. Yəni norma. O daha belə mənim şıltaqlıqlarıma gülümsəyərək yaxşı tamam qutaranda xəbər eləyərsən və s. deyə bilir. Okey, gəlib mənlə birlikdə o çamura atlayıb orada oynamır. Amma dayanıb gözləyir. Nə ola bilər ki, kiminsə partnyoru həmin anda dayan ay bala cəmaət bizə baxır deyəcək. O demək deyil ki, o səhv eləyir. Bu da onun doğrusudur. Və onun sənə sayğı duymağını istəyirsənsə, sənin də ona sayğı duyman şərtdir. Hörmət qarşılıqlı olur. Ona görə ümumiyyətlə çalışın, insanların danışdıqlarını dinləyəsiniz, mən də daxil. Danışdıqlarını dinləyəsiniz və oradan zehniniz algılasın, bir həzm eləsin. Çünki hamınızın beynində o proses gedir. Bilgini alır, algısına görə həzm eləyir və sonra nəticə çıxarır. Yəni bir bilgini götürdüyün kimi gedib tətbiq eləmə. Təbii ki, analiz eləməlisən. Təbii ki, sən bilməlisən sənin partnyorun necədir. Və arzulara qayıdaq. Sən bir arzu ilə bağlı taktika götürdün və baxırsan, bu mənim üçün doğrudurmu, mən bunu eləmək istəyirəmmi, yoxsa yox. Ümumiyyətlə, tez-tez qarşılaşıram. İnsanlar istəyir ki, hansısa bir dənə xüsusi taktika olsun və o taktika sayəsində bütün arzular reallaşsın. O var. Ola bilər ki, siz indi gözləyirdiniz, mən deyəcəkdim ki, o yoxdur, o var. Onun adı təslimiyyətdir. Təslimiyyət. Bu qədər. Onun adı təslimiyyətdir. Bütün arzu tipləri, bütün əngəllər, hər şey təslimiyyətdə qalxır. Sən bir gün anlayacaqsan ki, qismət olsa, sən bir gün anlayacaqsan ki, bu dünyada biz sadəcə deneyimləməyə gəlmişik və biz təslim olsaq, ki kontrolu buraxsaq, axşa təslim olsaq, eyni zamanda da hizalansaq öz versiyonumuzdan bir şeylər dəyişəcək. %100. Çünki bəzən deyirlər, mən arzum üçün bütün texnikalar elədim. Arzu nədir? Atıramda daha alt şuurda olan insanların arzuları daha parayla satın alına bilən arzular olur bu arada. İşte nə bilim, arzusu ya pulla alına biləcək bir şeydir, ya da elə pulun özüdür. Və mən deyirəm ki, okey, görək nədir səndə problem? Nə qədər bu qədər işlədir, aylıq qazanmaq istəyirəm. Deyirəm, o qədər qazansa nə edəcəksən? İşte səhər axşam yatacağam, nə bilim, belə şeylər. Amma deyil də, daha böyük pullar, daha böyük disiplinlər tələb eləyir. Hər şey paralelində, hər bir madalyanın digər üzü də var və hər bir şey fonda başqa özü ilə paralel başqa qütbləri də daşıyır otomatik. Məsələn, sağlıqlı bir münasibət, romantik bir münasibət görürsüz. Hətta söhbətin birini qoyub o birisinə keçirəm. Çox sevdim mən bu seriyanı. Hətta belə məsəl şeylər görmürsünüz. Kimsə baxır qıraqdan, görür ki, işte oğlan çiçəklər alıb, qadın orada gülümsüyür, hər şey çox qəşəngdir və bəzən kənardan hansısa bir üçüncü şəxs o münasibətə daxil olmaq və o oğlanı ya da o qızı oradan götürmək istəyir və o fikirləşir ki, o qız ya da o oğlan belə davranır. No, belə deyil. Və biz artıq anlamalıyıq ki, yox, bu belə deyil. Oradakı oğlan və qız birlikdə elədilər. Yəni, ola bilər ki, o bir dənə çiçək alanda ona verdiyi hisslər və qarşısında daha böyük çiçək var indi. Ola bilər ki, o bir dənə çiçəyə sən fərqli reaksiya verəcəksən və o böyük çiçək gəlməyəcək. Və ya kişilər tərəfindən ola bilər ki, və qadın tərəfindən daha düzü, ola bilər ki, qadının hansısa kiçik bir jestinə kişi daha gözəl reaksiya verir və qadın daha fərqli şeylər eləmək istəyir, daha rəngarəng masalar yaratmaq istəyir evində və ya işte söhbət süfrədən gedir də, yəni yemək masası, masanın üzərindəkilər.
Ya da ola bilər ki, hansısa birlikdə tətilə gediblər, orada qadının hansısa xüsusi bir davranışı kişinin çox xoşuna gəlir və reaksiya verirəm. Ola bilər ki, qadının böyük süfrələrinə kişi heç bir reaksiya vermir, sanki bu qadının boynunun borcudur. Ya da hansısa tətilə gedirlər, xanım orada kişinin dincəlməsi üçün deyir ki, okey, atıram da məsələn, hal-hazırda az öncə şahid oldum. Xanım deyir ki, sən deyir içəridə yat, qapıdan çıxır, deyir ki, sən yat içəridə dincəl, mən də çıxım deyir çöldə biraz gəzim və içəridən belə yuxulu fason bir səs gəlir. Adam şey deyir, sən də gəlib dincəlmədin də burada, qardaşım. O sənin dincəlmə versiyanıdır, bu mənim. Xanım çöldə belə rahat gəzib dincəlmək istəyir də, sən də yat da. Yəni məsələ tepkilərdir. İndi mən o münasibət haqqında başqa heç nə bilmirəm. Bir anlıq kesitdir, sadəcə ağlıma gəldi. Məsələ həm də reaksiyalardır və indi mən istəyirəm siz baxasınız hər bir arzu üçün arxa fonuna. Mən hazırammı arzumdakı insan olmağa? O arzumu yaşayan versəm olmağa hazırammı? O gəliri qazanmağın məsuliyyətini götürməyə hazırammı? O maşını alıb qarajımda saxlamağın, işte yağlamasının, işte cərimələrinin ya da ideal sürmənin məsuliyyətini götürməyə hazırammı? Ya da kolay lokma zann edilən zəngin qoca məsələləri. Mən hazırammı o partnyoru həyatımda tutub saxlamağa? Mən hazırammı onun üçün sevgi verməyə və ya stratejik addımlar atmağa? Mən demirəm bu düzdür, fəqət ola bilər ki, kimsə bunu seçir. Sonuç olaraq bu həyatdakı bütün arzularımızın bir arxa fonu var və ən önəmlisi sən o arzunu yaşayan versiyanla hizalanmalısan, amma sən dayanmadan o arzunu arzulayan versiyan olursan, otomatikdə burada ilişib qalmalar çoxalır. Yəni sən qəbul edirsən ki, okey, mən arzuluyuram bunu və bu məndə yoxdur və mən bunu arzulamağa davam edirəm. No biri də var ki, sən artıq bunun varoluş versiyonuna keçirsən. Varoluş versiyonu isə bu mış gibi yapmaq teorisi deyil. Okey, o da düz ola bilər. Bəzən o insanlar qarışdırırlar. O başqa bir vaxt onu danışarıq. Amma məsələ burada şeydir. Məsələn, mən əgər maşını almaq istəyirəmsə, oturub maşınla bağlı vizualizasiya eləməyim, bu zaten məndə olacaq hissi ilə öyrənməyim, axtarmağım daha qəşəngdir. Çən belə ac, turbo azda 195 milyon kilometr sürülmüş maşınlara baxmaq ki, mənim onsuz da bütçəm buna çatır. Mən insanları ən bahalıya, ən zəngin olana ya da nə bilim işte sürekli 0 kilometre arabaya filan çağıran bir tip deyiləm. Ümumiyyətlə məndən kimsə soruşanda mən deyirəm ki, əgər Bakıda sürəcəksinizsə ilk maşınınızı bir neçə aylıq da olsa eski maşın alın, hətta yaxşıdırsa rent eləyin və öyrənin. Sadəcə rent eləmək ona görə məsləhət deyil ki, əgər zədələsəniz artıq daha çox ödəniş eləmək olacaqsınız da. Nolutça əgər imkanınız buna çatırsa, daha aşağı maşından başlamağınızı tövsiyə edirəm. Ola bilər kimsə bunu belə algılasın. Mən özümə icazə verirəm Fidan xanım bahalı maşını zədələməyə. Bu məncə sadəcə stratejik səhvdir. Əgər bu maşını sizə kimsə alırsa, maybe, amma prosta da kimsə belə pulu zibillikdən belə alacaqsa, dəyər adı altında ola bilər. Amma pulun bəlirli bir məsuliyyəti var və xaşıl eləyəcəyin eləmə riskin olan, əgər yeni başlamasansa, ehtiyac yoxdur. Biraz bir müddət, bir neçə ay, hətta 2-3 ay kifayətdir. Artıq sən algın açılır və artıq maşında rolda oturanda ətrafı daha detallı görə bilirsən. 2-3 aylıq bir perioddan da belə istifadə edə bilərsən. Təkrar edirəm, bu özünə icazə cəhdür söhbəti deyil. Bu stratejik addımdır. Bu başa düşməkdir ki, mən yaxşına layiqəm, hə? Amma pulumu da zibillikdən tapmamışam. Ona görə doğru strategiya ilə doğru addım atıram. Bu kontrol eləmək deyil. Bu ağıllı addımdır və ağıllı addımla kontrolu seçmək həyatımızda çox şey dəyişəcək. Okay. Yavaş-yavaş yekunlaşdıraq. Bugünkü söhbətdə də qarışıq danışdıq və mən ümid edirəm ki, bu sizə qatqı oldu. Daha necə gözəl və özəl söhbətlərdə görüşənədək. Sizi çox sevirəm. Özünüzə çox yaxşı baxın. Yaxşı ki buradasınız. Yaxşı ki kanalımdasınız. Kocaman öpürəm. Gələn seriyalarda görüşənədək. Hələlik.